Yarımçıq qalan işlər ağır texnikanın darmadağın etdiyi yollar və sosial şəbəkələrdəki qəribə tərif yarışı. Bura Cəlilabad rayonunun Soltankənd və Zəhmətabad kəndləridir. Sakinlərin gündəlik istifadə etdiyi təxminən 20 kilometrlik yolun böyük hissəsi bugün bərbad vəziyyətdədir. Məsələnin ən düşündürücü tərəfi isə kəndləri birləşdirən cəmi 3-4 kilometrlik hissəyə asfalt çəkiləndən sonra başlayıb. Asfaltlanma işləri aparılarkən əraziyə cəlb olunan ağır texnikanın sistemsiz hərəkəti yolun onsuz da bərbad olan hissəsini tamamilə sıradan çıxarıb. İndi kənd sakinləri normal yola həsrət qaldıqları halda sosial şəbəkələrdə qəribə bir aksiya start götürüb. Xudayar müəllim sağ olsun, Xudayar müəllim var olsun. Bəzi insanlara izah etmək lazımdır ki, bu rayonun rəhbərliyi var, aidiyyatı dövlət qurumları var. Dövlət yollarının təmiri və asfaltlanması fərdlərin şəxsi rəhməti yox, dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir. Xudayar müəllim öz cibindən pul xərcləyib gəlib yolu asfaltlamayıb ki. Bəli, vətəndaşların haqlı narazılığı məhz bu nöqtədə kəskinləşir. Görülən hər bir kiçik dövlət işini şəxslərin adına yazıb yaltaqlıq etmək yox, İşin keyfiyyətini tələb etmək lazımdır. Çünki ortada qalan reallıq dəyişmir. Soltankənd Zəhmətabad yolunun böyük hissəsi hələ də keçilməz olaraq qalır. Bugün yerli məmurların kölgəsində təşəkkür növbəsinə duranlar dərk etməlidir ki, əsas məsələ yaltaqlıq etmək deyil, qalan hissənin də əsaslı şəkildə təmir olunmasını tələb etməkdir. Sakinlərin normal yoldan istifadə etməsi üçün aidiyyatı yerli icra strukturları və yol idarələri bu yarımçıq işin nəzarətə götürməlidir. Dövlət vəsaiti ilə görülən işi şəxsi minnət kimi təqdim edənlər sükutu pozmalı, yarımçıq qalan 17 kilometrli bərbad yola baxmalıdırlar. İndi kənd sakinləri yaltaq şərhlər yox, aidiyyatı qurumlardan konkret və ciddi diqqət gözləyirlər. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Aziz və dəyərli izləyicilər, gördüyünüz bu yol Cəlilabad rayonu Soltankənd kəndinə gedəndə, yəni Ləzran, Soltankənd, Abdullu kəndinin istiqamətindən keçən hissədir. Fikir verin, Cəlilabad rayonu Soltankənd Zəhmətabad yolu vuruldu, 5 kilometr yol vuruldu orada, təqribi 5 kilometr yol vuruldu. Baxın görün, deməli 17 kilometr, 20 kilometr yolu məhv oldu. Fikir verir. İnsanlar çətinlik çəkirlər. Deməli 5 kilometr yola görə 17-18 kilometri bu Azər avtoyol məhv elədi. Arkadaş bunu məhv eləyirsən, gəl düzəltsən. Maşın sürmək olmur axı, gəlib gedirik, bir əziyyət çəkilir. Moraşın vurmuş burada. Fikir verin. Gəlirlər üzdən yamaq vururlar, çıxıb gedirlər. Fikir verin bura. Bəzi bu yaltaqlar, trollar, yaltaqlar evlərindən utanmırlar. Bir ailələrindən adam utanar. Götürürlər Xudayarın şəklini qoyurlar. Azər avtoyolunun alt sayılıdır. Cəlilabad Göytəpə avtomobil yollarının rəisi. Xudayarın şəklini qoyurlar. İmam övladı, Peyğəmbər övladı. Birinci yolların düzəlmək üçün Cənab Prezidentimizin və dövlət büdcəsindən pul ayırır. İkinci, yolların düzəlmək üçün Cəlilabad rayon icra hakimiyyəti, yəni Cəlilabadda olduğuma görə Cəlilabad rayon icra hakimiyyəti tərəfindən bu yol aidiyyət üzrə bildirilir ki, onlar da gəlib düzəldir. Bu nə rayon rəhbərin qoymurlar, nə də Cənab Prezidentə təşəkkür eləmirlər. Sağ olsun Xudayar müəllim. Xudayar müəllimin hardan gətirdi bu pulları, bu Cəlilabadda yol çəkdi? Nəm kasıba küsuba yardım olur. Bu yolda yeyintini mən də eləsəm, kasıba küsuba yox, 5 manat cəmaata xərcləyir, hamı düşüblər. Sağ olsun Xudayar müəllim. Xudayar müəllim nə elədi? Xudayar müəllim məhv eləyib də bu yolları. Sarı torpağı vurub altına, yol uçur dağılır. Xudayar müəllim sağ olsun. Arkadaş, yolu məhv eləyib sizin bu yaltaqlığınıza görə bu Cəlilabad cəmaatı çətinlik çəkir. 17 kilometr yol belədir. Hər bir kilometrdən belə yollardır. Çukur yollardır. Baxın, şumdur, şum. Deyirlər, sağ olsun Xudayar müəllim. Daha, gətirək kartuşka uzadı. Xudayar müəllim sağ olsun. Utanmazlar. Adam belə tərif verər.
Şu olun ha. Yoldan əziyyət çəkən özüsüz. Mən bu yolla indi gəldim, keçdim, burada gördüm bunu. Siz o 1000 dəfə keçdiniz, sağ olsun Xudayar müəllim, sağ olsun Xudayar müəllim. Aidiyyəti üzrə təşəkkür ediyorum. Heç olmasa aidiyyəti üzrə eləyin, deyim ki, halal olsun sizə. Deyirsiniz. Oldu, çox sağ olun, var olun, üzrə hesab edin, biraz əsəblərim gərgin olur, gəlləm. Maşının altını vurdum burada, neynə sağ olun.